Sosial media və rəqəmsal məzmun yaratma layihəsinin 4-cü videosundan hər birinizi salamlayıram. Bu videonun mövzusu proqramlaşdırma, backend development, yəni veb saytların istifadəçiyə görünməyən tərəfinin hazırlanmasıdır. Mən proqramlaşdırma üzrə mentor İlahə Lətifova. Backend development nədir? Əgər frontend veb saytın istifadəçiyə görünən üzüdürsə, backend onun beynidir. Sadə dillə desək, backend saytın arxa planında işləyən, məlumatların emalını və idarəsini həyata keçirən hissəsidir. Məsələn, siz bir onlayn mağazada məhsulu səbətə əlavə edəndə ya da sosial şəbəkədə giriş etdikdə, əslində çox mürəkkəb proseslər baş verir. İstifadəçi məlumatı serverə göndərir, server həmin məlumatı yoxlayır, verilənlər bazasında istifadəçi məlumatları axtarılır, daha sonra isə nəticə yenidən istifadəçiyə göstərilir. Bu, görünməyən bütün proseslər məhz backend tərəfindən idarə olunur. Yaxşı, bəs niyə backend vacibdir? Backend developer olmadan heç bir sayt və ya tətbiq düzgün işləyə bilməz. Çünki məlumatların idarəsi məhz backend tərəfdə aparılır. İstifadəçilərin hesabları, parolları, ödəniş məlumatları backend tərəfdə idarə olunur. Təhlükəsizlik məlumatlarının qorunması da məhz bu tərəfdə baş verir. İcazəsiz əldə etmənin qarşısı alınır. Daha sonra məntiq və funksionallıq, saytın qaydaları, hesablama və emal prosesləri də backenddə yazılır. Digər sistemlərlə inteqrasiya etmək istədikdə də yenə siz backend tərəfdən istifadə edirsiniz. Belə ki, ödəniş şülüzləri, üçüncü tərəf API-ları backend vasitəsilə qoşulur. Məsələn, bank sistemlərini düşünün. İstifadəçilərin balansını göstərən, əməliyyatları yoxlayan və təhlükəsiz şəkildə həyata keçirən hissə məhz backend tərəfdir. Yaxşı, bəs backend necə işləyir? Backend əsasən 3 komponentdən ibarətdir. Server sorğuların göndərildiyi və cavablandığı yerdir. Daha sonra proqramlaşdırma dili. Proqramlaşdırma dili serverdə işləyən kodlardır. Məlumat bazası bütün məlumatların saxlandığı əsas sistemdir. Məsələn, siz sayta daxil olub login edəndə bu ardıcıllıq baş verir. Frontend sizin e-mail və şifrənizi alır və backend ötürür. Backend bu məlumatları qəbul edir və verilənlər bazasına ötürür və məlumatlar orada saxlanılır. Əgər məlumat düzgündürsə, sizə giriş icazəsi verilir. Əks halda səhv, yəni ya şifrə, ya da adınız səhvdir mesajı görürsünüz. Bu sadə görünən proses əslində onlarla sətir kodla ifadə olunur. Yaxşı, biz backend üçün hansı dillər və texnologiyalardan istifadə edə bilərik? Backend development üçün müxtəlif proqramlaşdırma dilləri və texnologiyalar mövcuddur və bazarda istifadə olunur. Java bunlardan biridir və Java əsasən sabitliyi və təhlükəsizliyi ilə böyük sistemlərdə geniş istifadə olunur. Pythonun geniş istifadəsini nəzərə alaraq, bəli, Pythonda məhz backend üçün istifadə olunanlar sırasındadır. Güclü kitabxanaları ilə daha çox məşhurdur. Node.js, JavaScript-lə eyni dili həm frontend, həm də backend üçün istifadə etmək imkanı verir. PHP, biraz köhnə istifadə üsullarından olsa da, xüsusilə WordPress kimi sistemlərdə geniş yayılıb. Və son olaraq C#, .NET, korporativ həllərdə hələ də istifadə olunan üsullar sırasındadır. Proqramlaşdırma dillərini yekunlaşdırdığımıza görə artıq hansı məlumat bazalarından istifadə edə biləcəyimizə keçə bilərik. Ən çox istifadə olunanlar sırasında MySQL dayanır. Çünki o açıq mənbəli databaza idarə etmə sistemlərindəndir. Daha sonra MongoDB, NoSQL tipli çevi məlumat saxlama imkanı verdiyinə görə o da istifadə olunanlar sırasındadır. Postgre güclü və etibarlı açıq mənbə sistemidir və API və xidmətlər təbii olaraq. REST API sadə və geniş yayılmış ünsiyyət formatıdır və GraphQL daha çevik sorğular üçün müasir yanaşma təklif edir. Köhnə yanaşmalardan olsa da, SOAP hələ də korporativ sistemlərdə istifadə olunanlar sırasındadır. Yaxşı, bəs backend proqramçının bacarıqları hansılardır? Yaxşı bir backend developer məhz bu bacarıqlara sahib olmalıdır. Ən azı bir server tərəfli dili yaxşı bilməlidir. Məlumat bazaları ilə işləməyi bacarmalıdır. API hazırlamağı və inteqrasiya etməyi bacarmalıdır. Təhlükəsizlik qaydalarını bilməli və onları
öz saytlarının backend hissəsinə tətbiq etməlidir. Sistemin performansını optimallaşdırmaq üçün müxtəlif toollardan istifadə etməlidir. Backend proqramçı həm də komanda işi üçün çox vacibdir. Çünki frontend komandası ilə daima əlaqədə olur. Yaxşı, biz necə backend öyrənə bilərik? Backend öyrənməyə başlamaq üçün addım-addım hərəkətləri izah edəcəm. İlk növbədə özünüzə uyğun bir backend dili seçin. Daha əvvəl müxtəlif backend üçün istifadə olunan dilləri saydıq. Daha sonra sadə bir layihə qurun. Məsələn, login sistemi. Məlumat bazaları ilə işləyin. İstifadəçi məlumatlarını saxlamaq üçün MySQL və ya MongoDB-ni öyrənin. API yaradın. Front ilə back arasında əlaqə qurmaq üçün məhz həmin API-dən istifadə edin. Layihənizi genişləndirin. Məsələn, blok sistemi, məhsul kataloqu, chat tətbiqlərindən istifadə edərək layihənizə rəng qatın. Öyrəndiklərinizi daima real layihələrdə tətbiq edin. Çünki bu, öyrəndiklərinizi yadda saxlamağın ən yaxşı üsuludur. Backend proqramçılara tələbat həmişə yüksək olub və bu gün də yüksək olmağa davam edir. Çünki hər bir sistemin arxasında güclü bir backend olmalıdır. Hazırda bank sistemlərində təhlükəsizlik və sabitlik üçün e-ticarət platformalarında ödənişlər, məhsul kataloqları, istifadəçi hesabları üçün və mobil tətbiqlərdə arxa planda server və API-lar üçün backend vasitələrindən istifadə olunur. Eyni zamanda böyük korporasiyalarda daxili idarəetmə sistemləri üçün də backend mütəxəssisləri işə götürülür. Beynəlxalq bazarda da backend developerların yeri kifayət qədər böyükdür və əmək haqqları da tələbata uyğun olaraq yüksəkdir. Hətta backend developerların əmək haqqısı adətən frontlara nəzərən daha yüksəkdir. İnkişaf perspektivləri də olduqca yüksəkdir. Belə ki, backend development sahəsində başlayan biri gələcəkdə müxtəlif istiqamətlərdə özünü davam etdirə bilər. Öz sahəsini front öyrənərək genişləndirib full stack developer kimi mütəxəssis olaraq formalaşa bilər. Eyni zamanda DevOps mühəndisinə çevrilmək üçün serverlərin idarəsi və avtomatlaşdırma işi ilə də məşğul ola bilər. Cloud mühəndisi də məhz bu sahələr sırasındadır. Azure, Google Cloud kimi bulut texnologiyalarında ixtisaslaşaraq bu sahədə də öz yerini tapa bilər. Bu sahələrdə bilik və təcrübə artdıqca daha böyük layihələrdə işləmək daha asan hala çevrilir. Hər yerdə olduğu kimi aydın məsələdir ki, backend developerlikdə də çətinliklər var. Yaxşı, gəlin görək hansı çətinliklərlə rastlaşa bilərik. İlk növbədə məlumat bazalarının mürəkkəbliyi, çoxlu cədvəllərlə işləmək bəzən çətinlik yarada bilər. Hək hücumlarının qarşısını almaq üçün əlavə biliklər tələb olunur hər zaman, çünki təhlükəsizlik məhz bu sahədə qorunur, artıq qeyd etdiyimiz kimi. Minlərlə istifadəçinin eyni anda daxil olması zamanı sistemin dayanıqlığı pozula bilər və saytın performansı da rastlaşa biləcəyiniz çətinliklər sırasındadır. Bu problemləri aşmağın ən yaxşı yolu real layihələr üstündə daim olaraq işləmək, daima yeni texnologiyaları izləməkdir. Unutmayın ki, backend development yalnız kod yazmaq deyil, həm də məntiq və sistem düşüncəsi tələb edir. Siz sanki görünməyən bir infrastruktur qurursunuz. İstifadəçilər isə sizin işinizi görməsə də, əgər backend düzgün işləməsə, heç front hissənin də işini görməyəcəklər. Bugün yazdığınız sadə bir giriş sistemi sabah bir bankın təhlükəsiz ödəniş platformasına çevrilə bilər. Başlamaq üçün sadəcə bir kompüter və öyrənməyə maraq kifayətdir. Rəqəmsal dünyanın ən vacib hissələrindən biri olan backend proqramlaşdırma sizə həm yüksək gəlir, həm də yaradıcı imkanlar təqdim edə bilər. Əgər bu sahəyə başlasanız, gələcəkdə böyük sistemlərin, böyük startapların və beynəlxalq layihələrin bir parçası ola bilərsiniz. Sosial media və rəqəmsal məzmun yaratma layihəsinin 4-cü videosu sona çatdı. Növbəti videolarda görüşənədək.